İbadeti hak eden kimdir? İbadeti hak eden təbii ki Allah'dır. Yaradıb, xəlq edib və ibadət də ona edilməlidir. O haqq edir. Tək Allaha ibadət etmək. Yəni bizi yaradan kimdir? Allahdır. Bizə nemət verən, ruziləndirən hər gün. Düzdür? Bu həyatı bizə bəxş edən, verən. Bu həyatı bizə o veribsə, bu qədər nemətləri bizə o verirsə. Düzdür? Bu qədər nemətləri bizə o veribsə, ruzimizi o verirsə, ibadət onun haqqıdır. Ona edilməlidir. Yəni ibadəti başqalarına etmək olmaz. Baxın Quran-ı Kərimdə hətta Rəbbimiz nə deyir? Allaha ibadət edin. Nisa surəsi 36-cı ayədə. Allaha ibadət edin, ona ibadət edin və ona heç bir şeyi şərik qoşmayın deyir Rəbbimiz. Ona heç bir şeyi şərik qoşmayın deyir Allah. Və Allaha ortaq qoşmaq da Allahın yanında ən böyük günah.